Gördüm. Ailə istirahət mərkəzində artıq qutabımız da var. Prosta mən bunu özümə özəl olaraq hazırlatdırmışam. Hər kim istəyirsə qızartdıra da bilər və ya sosunu da elətdirə bilər. Amma bu mənim sırf öz istəyimə uyğun hazırlanıb. Baxaq dadına. Baxaq. Yaxınlaş hadi qardaş. Mən hazırlayacağım da bunu belə yeyirsən. Hə? Sən indi bax. Getdi belə bir dənə. Bismillah. Sən inan ki, mən peşman oldum. Bu vaxta qədər biz qutab niyə verməmişik? Əgər bu cür hazırlaya biliriksə, bunu bax belə müştərilərimizə suna biliriksə, niyə bu vaxta qədər verməmişik ki? Mən ayrıla bilmirəm bu qutabdan. Oradan Həqiqətən super. Hələ baxma ki, o qədər yeyib içib tox gəlsəm bura yeyərəm, inan Allah'a. Çox gözəldir də. Super ya, möhtəşəmdir, möhtəşəm. Burada xəngəl də var. Çiğ köftə də var. O çiğ köftə sən dediyin. O şey var, yarpağın arasına qoyub yeyirsən, ha, neydi onun adı? Mən də onu yedim, tuta bilmədim. Sonra inanın Allah'a ki, aslılıq yaradır. Çox super bir şey. Yolda gərək ancaq onu soruşub ki, o nədir? Adı yadımdan çıxırdı onu. Lavaşda da verilir o bizdə, fərqi yoxdur. Neydi o yarpaq dedin, neydi onun adı? Kahı. Kahının arasında da verilir. Dəşəmdir də dostlar. İnanın o çiğ köftənin, Əşrəf əminin resepti ilə hazırlanan çiğ köftənin dadına doyum yoxdur. Burada bizim kabablarımız var. Əşrəf əminin hazırladığı lülə var. Qanat kababı və digər kabablar. Hər kim istəyirsə. O yumru var idi, belə oyun acıqla dağıtma yeyəndə. Neydi onun adı? Xəngəl, gürcü xəngəli. Sən çox pis yerlərdən vurursan, Əqilqab. Sən qitabını alırım. Yöndü belə də eləmədə, belə çəkilişdə çıxmışsa. Baxmayaraq ki, biz yeyib içib gəlmişdik. Ancaq ki, həqiqətən möhtəşəm idi. Yəni, üzəsən, turşes içib gəlmişdik. Yəni, super idi. Hə də, yəni ki, çörək yeyib gəlmişdik. Ona baxmayaraq, bunu mən bir dənə açmağı istəyirəm. Dəhşət bir şeydir ya. Salatatka benim. İndi onu açacağım, amma mən açım bunu bir dənə dişimdən. Burada, başım burada sadəcə olaraq qoy dişimdən açım, onu bir dənə deyək. Yaxşı, aç. İcazə verirsən bir dənə. Çək, yaxından çək. Gördüm. Yəqin ki, biz müştərilərə belə təqdim eləməliyik də. Yox da, bu indi məlum məsəl ki, özümüz içindir, ona görə də bunu belə edirik də biz yəni. Yaxından çəkəlim. Bunun üstündən düzdür, ayran da içirlər. İndi biz ayran içmədiyimizə görə biz duşa sürürük. Deyənə bir də, ayran aram buyurulub, yoxsa necə? Ayran içirik də kebabito da gündəlik. Dəyərli dostlar, qardaşımız buradadır, dostumuz buradadır, Əşrəf əmi buradadır. Ürəyiniz nə istəyir? Vallahi gəlin də, qutabımız da var. Dadına da doyum olmaz. Elvin gözü necə yox elədim. Həqiqətən dadı çox gözəldir, maşallah. Düzdür, mən deydim yeməyəcək. Ancaq mən belə baxıram ki, olsa... Mən sənə dedim ki, yəni... İki dənə də yedim. İki dənə də gedər bunun üstündən. Canımı biz üçün həqiqətən deyirəm, iki dənə də qoysun adam. Qoysun, hə, iki dənə də qoysun adama. Bu yəni ki... Belə bir çatmadı. Bu dadımlıq idi, bu doyumluq deyil. Biz elə vallah deyirəm, balığı yiyib gəlmişik. Yəni onun üstündən deyirdik, heç nə gedməz, amma istəyirik iki dənə də.
İzləmədə qalın, özünüzü qoruyun. Özünüzə yaxşı baxın və ünvanı da sonda deyək ki, Şabran şəhərində Ulu Öndərin adına olan parkın mərkəzindədir bizim yerimiz. Heydər Əliyev adına olan parkın mərkəzində. Ailə mərkəzi. Ailə istirahət mərkəzində. Bu qədər dəyərli dostlar. Özünüzə yaxşı baxın. Özünüzü qoruyun. İzləmədə Qalın.